Salam əziz dostlar, keçən dərslərdən stroke mövzusu ilə biraz tanış olduq. Bugün isə daha detallı, ətraflı tanış olacağıq. Gəlin bir düzbucaqlı çəkək. Bol, qalın stroke'la. Biz buna deyəcəyik qapalı shape. Bir də bir ellips çəkək. Bizdə burada hazırda ellipsimiz də qapalıdır və Direct Selection tool-la bu anchor point-lərdən istənilən birini seçib delete basaq və avtomatik bizim shape'imiz çevrildi oldu açıq shape. Yəni hər iki tərəfdən açıq anchor point-lər var. İndi görək stroke burada özünü necə göstərəcək. Stroke-u idarə etmək istəyiriksə, əlimiz öyrəşdiyi bir hissə var. Burada option barda yuxarıda stroke-a klik eləməklə. Bir də bunun əsas baza klassik yeri var. O da ki, pəncərələr menüsündə bax bu stroke pəncərəsi. İllüstratoru təzə açırıqsa, təbii ki, bizdə stroke pəncərəsi belə görsənəcək. Onun üçün burger menyudan Show Options basırıq. Bu hissədəki funksiyaların analogu çıxdı sağ tərəfdə. İndi gəlin bir-bir üzərindən keçək. Artıq qalınlıqla tanış olmusunuz. Seçirik shape'lərimizi. Qalınlıqlarını bir-bir kursorla çoxaldıb azalda bilirik. Bizə verilən ölçüləri seçə bilirik və yaxud da ki, istədiyimiz ölçünü yaza bilirik. Bu bizdə qalınlıq. İndi gəlirik cap-ə. Cap funksiyasını mən burada klik eləyəndə fikir verirsinizsə, qapalı shape-ə təsir eləmir. O təsir eləyir sırf açıq shape-ə. Gəlin bunu yaxınlaşdıram və diqqətlə baxaq. Bu gördüyünüz göy nöqtə anchor point-dir. Yuxarıdakı cap stroke'un o anchor point-dən nə qədər kənara çıxdığını göstərir. Burada anchor point harda bitirsə, stroke'un da özünü göstərməyi iştirakı orada bitir. Round olur və düz bucaq, yəni iti bucaqlarının olur. Keçək növbəti göstəricilərə. Növbəti göstəricilərimiz artıq iti bucaqlara aid olacaq. İndi bizdə bu dəqiqə hər tərəfi iti olan düz bucaqlı seçilib. Biz bunun kənarlarını round eləyə bilərik və bevel deyirlər, bevel eləyə bilərik. Növbəti bizdə gəlir align stroke. Gəlin bunu qaytaraq. Align stroke nədir? Bu göy xətti görürsüz. Buna illüstratorda pass deyirlər. Yəni bütün bizim fiqurumuzun shape'imiz bax bu pass'in əsasında formalaşır. İllüstrator deyir ki, biz bu verdiyimiz stroke'u pass'ə necə uyğunlaşdıraq. Birinci fikir verirsinizsə align stroke, yəni stroke'u nizamlamaq nəyə görə? Mərkəzə görə. Yəni burada pass mərkəzdədir. Biz eləyə bilərik ki, pass'in içində olsun bizim stroke'umuz. Fikir verirsinizsə azaldırıq, çoxaldırıq. Pass özü dəyişmir. Stroke içəri doğru çoxalır və azalır. Bir də var, pass'in içərisi boş qalır, çölə doğru böyüdür. Bu qapalı shape'lərdə işləyir. Əgər shape'imiz açıqdırsa, bizdə yalnız mərkəz align, yəni align stroke to center. Mərkəzdə bizim bu pass'imiz qalacaq. Bax, burada işləyir. Növbəti tanış olacağımız funksiya dashed line. Yəni bu xəttlərə bir qırıqlıq vermək. Gəlin onun üçün bir dənə də düz xəttə çəkək. Seçək hamısını. Hamısını seçək, qalınlığını biraz azaldaq ki, dash effektini tuta bilək. Dash line-ı aktivləşdirdik. Gördüyünüz kimi qırıq xəttlər formalaşdı. Burada görürsünüz dash və gap var. Dash bu defis hissəsidir, çıx olan hissəsidir, gap isə oradakı boşluqdur. Dash 20-dir, tutaq ki, gəl gap-i ondan 2 dəfə çox 40 eləyək. Fikir verdinizsə, dash 20 point, arasındakı məsafə 40 point. Bəli, gözümüzə tam elə görsənmir, çünki bu bundan 2 dəfə çox deyil və onda yadımıza düşür ki, bizdə yuxarıda belə bir funksiya var idi, cap, bir növ bunun papağını anchor point harda qutarırsa orada qurtarmaq. Klik eləyirik ora və gördüyünüz kimi dashimizin eni 20 point, ara məsafəsi isə 40 point. Təbii biz bura əlavə özümüzdən 50 point ikinci dashimiz olsun, 10 point növbəti qəpimiz olsun, boşluğumuz olsun. Belə maraqlı eksperimentlər apara bilərik. Bu eksperimentlərə olduqca açıq bir funksiyadır. Növbəti tanış olacağımız funksiya isə buradakı arrowheads-dir. Gəlin, qapalı, açıqlı bütün shape'lərimizi seçək. Sol və sağ tərəfə cavabdeh olan başlıqlar deyə bilərik biz buna. Buradan ox seçə bilərik. Burada oxun fərqli formaları, çerçojlar üçün, sxemalar üçün idealdır. Bir packagingin üzərində qayçı kəsim yeri qoymaq üçün hələ buradan dash line-ı da yandırsaq, möhtəşəm. Söndürürük dash line-ı. Bir tərəfinə
əl qoyuruq, növbəti tərəfinə ox qoyuruq və təbii ki, biz bunları yaratdıqca burada bunların yerini dəyişə bilirik və əgər bizim strokumuzdan daha qalındır, proporsional görsənmirsə gələn başlıqlar, bu oxlar və əllər, biz hər zaman onu buradan azalda bilərik. 50% fikir verdinizsə, əllər kiçildi. Buradan da oxları 50% yaza bilərik. Oxlarımız da kiçildi və bu icon özü bizə deyir ki, başlıqlar harda bitsin. Anchor point'i keçəndən sonra bitsin, yoxsa anchor point harda bitirsə, orada da bitsin. Növbəti funksiyamız isə Bu funksiyanı göstərmək üçün mən gərək buradan arrowheadləri sıfırlayım. None və none. İndi gəlin stroka daha maraqlı effektlər verək. Uniform bizdə strokumuzun pəsimizin kənarından vahid eyni ölçüdə strok gedirsə onda olur. Qalınlaşır, fikir verin, nazidən qalına doğru gəlir, yenə naziləşir və burada fikir verirsiniz, pəs başlayıb, gedib, qalınlaşıb, yenidən qayıdır, yəni sonunda yenə naziləşdi. Formaları elə ideal seçmişik ki, bu profilləri olduqca effektiv göstərə bilir. Biz buradan bax, belə profillərlə oynaya bilərik. İstənilən vaxtı tutaq ki, bu profili vermişiksə, onu əksinə də çevirə bilirik. Strokun qalınlığının formaları ilə oynamağa gəldiyi çıxdısa, burada bizi bir dənə gözəl tool gözləyir. İndi keçirik həmən tool'a. Tool'umuzun adı gedir qalınlıq tool'u. Görürsünüz, shortcut'ı Shift W. İndi görək bu necə işləyir. Gəlin birinci verdiyimiz profilləri buradan ləğv eləyək. Əla. Profilləri ləğv elədik. Gəlin elə bax bu qövsümüzdən başlayaq. Shift W-nu bastıq, tool'umuzu seçdik. Pəsin üzərinə gətirəndə hələ klik eləmirik, amma göstərir ki, sən bura bir nöqtə əlavə eləyə bilərsən. Gəlin o nöqtəni əlavə eləyək. Əlavə eləyib dartıq və burada banan formalaşdı. Başqa bir hissəyə klik eləyib sıxa bilirik. Növbəti bir hissəyə klik eləyib onu böyüdə bilirik və belə əzilmiş bir banan formalaşır. Delete eləyək. Eləcə də gəlin bundan oynayaq. Gəldik qalınlıq tool'umuza. Bu hissədə biraz qalınlaşdıraq. Bu hissəni biraz da qalınlaşdıraq. Bu hissəni naziləşdirək. Bu hissəni qalınlaşdıraq və olduqca maraqlı bir forma yaranır. Elə bil ki, silirəm bunu. Direct Selection tool'la anchor point-mi seçib yığıram. Bu nöqtəni götürmüşdüm. Əla, bu nöqtəni biraz da qalınlaşdırıram. Dib hissəsini biraz da qalınlaşdırıram. Əgər bu bizdə kurşundursa, kurşunumuz yıxılmasın, belə qalın olsun. Əla. Hansı nöqtəni bu nöqtənin üzərinə gətirəndə tanıyır. Bu nöqtəni biraz da yuxarı, aşağı, qəşəng qaldıra bilərik. Eksperimentləri olduqca açıq bir tool'dur. Biz burada çox maraqlı oyunlar oynaya bilərik. Bir dairə çəkirik. Hüngürvarı qalınlaşdırdıq. Gəlin biz buna dash tətbiq eləyək. Dash tətbiq elədik. Burada əlavə verdiyimiz göstəriciləri silək və yadda saxlayın, 0 yazmaqla yetmir, gərək delete eləyək ki, onu ikinci gəp kimi saymasın və yaxud da ikinci dash kimi saymasın, hamısını sıfırlayaq. Bir bu var, bir də bu var. Gəlin bunu da eləyək. 20, əla. Strokumuzu olduqca qalınlaşdıraq. Buradan seçək böyük bir göstərici. Bu böyük göstəricimizi seçdik və ardınca qalınlıq tool'una gəlirik. Biz bunu istədiyimiz formada belə maraqlı, perspektivə bənzər oyunlar oynaya bilirik. Təbii ki, qalınlığı biraz da artırsaq, çox maraqlı effektlər əldə eləyirik. Əziz dostlar, öyrəndiyiniz alətlərlə gözəl vizuallar yaradın və bizlə paylaşmağı unutmayın. Biz də görüşək gələn dərsdə.